Salam mənim əziz izləyicilərim. Mənim buradan sözüm o kömbə dodaq var ya, o başı süpürgənin başına oxşayan. Bax, and ola Allaha deyən videonu saxlamayacağım, quraq as. O Səfurədi nədir, o jurnalisti nədir, mən bilmirəm. Bax, tolkası bax buna oxşur. Bax, Quran haqqı. Bax. Baxsana, başının qalağı bax buna. Bax, bu süpürgənin ucuna oxşayan başı olan o jurnalistədir. Qayıdıb kişiyə deyir ki, sən deyir Bərdəlisən, mən deyir şoka düşürəm ki, deyir Bərdədən belə kişi çıxır, deyir. Bərdədən çünki hamısı, çünki petuqları tanıyır axı ancaq. Çünki fikri zikri ancaq petuqların yanındadır. Kimin maraq dairəsi haradısa, onları tanıyır. Tanıdığı ancaq petuqlardır, translardır, əxlaqsızlardır. Ona görə də Bərdədə ancaq onlar tanıyır. Bərdədəki yaxşı kişiləri, yaxşı oğlanları tanıya da bilmərsən axı. Çünki o sənin maraq dairəndə olan insanlar deyil. Və onların da sən maraq dairəsində deyilsən. Başa düşün, sən orada ancaq petuq-metuqu tanıya bilərsən. Geyləri, pozğunları, fahişələri. O ki qaldı ancaq onların Bərdədən çıxmağına. Sən inan ki, araşdırsan, bütün rayonların hamısından petuq da var, gey də var, valik də var, lezbiyanka da var, hər cürə yolun adamı hər yerdə var. Yəni bölgələrə ayırmaq olmaz bunu. Başa araşdırsan hamıda, hər yerdə elə bir insan çıxacaq. Nəyə görə sənin qabağına ancaq elələri çıxır, sən ancaq elələri, çünki sən ancaq elələri ilə maraqlanırsan. Ancaq sənin maraq dairən geylərdir, nə bilim, ərəblərdir. O deyir, ne qıza, 3 dənə ərəb səni zorlasan, ağarəsi. Çünki beynin, marağın ancaq elə şeylərədir sənin. Ona görə sənin qabağına ancaq geylər, petuqlar, valiklər, əxlaqsızlar çıxacaq. Başqa sənin qabağına yaxşı kişi çıxasın ki, yaxşı kişi sənin qabağına çıxmağa da utanar ki, sənin kimsin qabağına yaxşı kişini sən görə bilmərsən. Başa düşün, sənin gördüyün ancaq onlar ola bilər. Çünki sən onlara layiqsən, ürəyin. Hər bir bölgənin, hər bir yerin pisi də var, yaxşısı da var. Başa düşdün? Yaxşıları nümunə gətirməkdən, yaxşıları qabağa verməkdən, yaxşıların yəni adını çəkməkdən, tanıtmaqdan sən hər yerin petuğunu, əxlaqsızını, fahişəsini tanıyırsan, onlarla maraqlanırsan, ona görə də sənin qabağına ancaq elələri çıxır. Başa düşdün ürəyim? Sən yaxşıları yadından çıxmaq, Bərdənin necə oğulları var, Bərdədən çıxan şəhidlər var, şəhidlər. Bərdədə hal-hazırda yaşayan elə qeyrətli, namuslu kişilər, oğlanlar var. İndi içindən indi 1-2-3 dənə perpetuq çıxıbsa, o oranın günahı deyil ki, başa düşdün? Hər yerdə var o petuqlardan, o geylərdən. Hər kəsin öz yaşayış var, onun bizə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq sən bölgə söhbət eləyirsən, pox yersən, başında dörsən, daşın yekəsindən balacasında da yekəsində. Sənin axı o vidin nədir, fasonun nədir ki, sən harasa lağ eləyəsən, ay yazıq, sənin o dodağın nədir, sənin o başın nədir, sənin o danışığın nədir, sən özün güzgüdə baxımsan, özün nə gündəsən, özün o gündəsən, o gündə də adamları tanıyasın da, sənin kimisi başqa yaxşı kişiləri, yaxşı qadınları tanıyasın ki, yaxşı kişi, yaxşı qadın heç səndən əlaqəsi ola bilməz. Başa düşün, Bərdədəki yaxşı oğlanların, yaxşı qızların, qadınların qadası palası sənin o ürəyinə tökülsün. Başa düşdün, ağzına gələni hamı danışır. Bunu tutub bir dalın dağdan yox deyəsən öl.